Ev işlərini hamısını o görür. Yox, işdədir də işdəsin. Ev işlərinə qadın baxar, kişi yox. O mənim canım ciğerim yani. Mən evdə deyiləm. Maalesef. Əlbəttə eləyir. Müasir dövr ölkəmizdə ailə münasibətlərinə yeniliklər gətirib. İşləyən qadınların sayının artmasıyla ev işlərində kişilər qadınlara yardım edirlər. Bugünkü sorğumuzda kişilərə və qadınlara eyni sualı fərqli şəkildə ünvanladıq. İlk olaraq qadınlardan soruşduq. Həyat yoldaşınız ev işlərində sizə kömək edir? Yox, özüm. Oğlanlarım eləyir. Ev işlərini hamısını o görür. Uşaqla əlaqəli işlərdə yardım eləyir, hər türlü. Mən evdə deyiləm. Maalesef. Nəyi çatdırmıramsa, onda mənə yardım eləyir, sağ olsun. Mən də müəllimə işləmişəm əvvəllər. O vaxt yoldaşım mənə kömək eləmirdi. Bax, sözün düzünü deyirəm də. Amma indi ikimiz də yaşlanmışıq. Bağda ikimiz bir qalırıq da. İndi deyir ki, özü deyir ki, çox peşmanam. O vaxt sənə kömək eləməmişəm. İndi bilmir ki, onun əvəzini necə çıxarsın. Çox kömək eləyir. Hər işdə, adi çay töyməkdə belə deyir. Narahat olma, mən sənə çay təkərəm. Yox, işdədir də işdəsin. Ev işlərinə qadın baxar, kişi yox. Evdə olarsa bəli. Məsələn, necə kömək edir, nə eləyir? Necə kömək eləyir? Mən nənəyəm də, nəvəm var. Nəvəmə baxmaqda kömək eləyir. Məsələn, qab yumaqda, yemək bişirmək. Yox. O şeylərdə yox. Kişinin kişi işi olar, arvadın arvad işi də. Arvad işini kişi görürsə, onda da arvad niyə lazımdır? Yox, mən həm oxumuşam, həm xörək pişirmişəm, həm uşaqlıq. Yox, mən xoşlamamışam kişi xeylağa iş. Özünə indi elə belə yüngülvari çay zad tökə bilər, eləyə bilər. Biz də xəstə olanda, qadın xəstə olanda iraq olsun, yatıb yerdədir, pasteldədir, onda olar. Niş olmur, kömək eləmək olur. Təbii ki, istəyərdim. Çünki ev ikimizindirsə, ikimizə məxsusdursa, evin işləri də ikimizə aid olmalıdır. Buradan gələcək həyat yoldaşıma səslənirəm ki, mənə həqiqətən kömək eləməlisən. Cavanlıqda eləyirdi, amma indi yox. Mənim fikrimcə, yəni qadının qadın işi var, kişinin kişi öhdəlikləri var. O elə öz kişi məsuliyyətini yerinə yetirsə kifayətdir. Qadın işindən özümüz məşğul olarıq. Balıq alırsa, onu özü hazırlayır, özü bişirir, təmizləyir. Məsələn, salat eləyir, mən yeməyi hazırlayınca, sürüyə gətirincə. Yaşlaşıqdı, nə kömək? Bir stəkan çayını tökürür, oturur, gözləyir. Hələ birdən də təhlil verir ki, sadə bir stəkan çay süzüm. Deyirəm, çox sağ ol, pis olmaz. Bəzi işlərdə mən razı olaram ki, o mənlə bərabər ev işlərində mənə kömək eləsin. Amma bəzi işlər də var ki, yəni sırf o işlərdə icazə vermərəm mətbəxə daxil olsun və yaxud da başqa işləri görsün. Və düşünürəm ki, bəzi işlərdə həqiqətən də kişinin bizə köməyi, qadınlara köməyi mütləq lazımdır. Əlbəttə eləyir. Korona vaxtları atam anama çox dəstək olurdu. Anam evdə olanda çox iş görə bilmirdi. Biz həm balacaydıq, anamıza biz də kömək elə bilmirdik. Atam o vaxtlar anama kömək edirdi. Şəhid olub mənim yoldaşım. Bu dəfə sualımız kişilər üçündür. Ev işlərində həyat yoldaşınıza kömək edirsiniz? Bəli, eləyirəm. Necə lazımdır eləyirəm, hər bir şeydə. Baxır hansı işədə, paltardır, yemək zat da onlar eləyir onu. O mənim canım ciğerim yəni. Belə sevgilər nadir hallardadır. Bəli, vaxtım olanda eləyirəm. Evdə olanda yəni. Məsələn, pilisosu götürüb hərəkət eləmək üçün idman kimi qəbul edirəm özümə. Pilisos deyirəm özüm üçün xalçaları zadı, o da bir köməkdir ona. Başqa nə bilim, zibil atmağa evdən çıxanda atıram onun üçün. Yemək pişirməyi demirəm da, yemək pişirməyi mən bacarmıram heç. Bu belə yer-yığış eləmək üçün kömək eləyirəm. Ümumiyyətlə, mən evli deyiləm. Yəni, ailə qurmamışam. Belə suzavoy əlbəttə ki, niyə də yox, kömək eləmək olar. Bəli, eləyirəm. Xanımın gördüyü bütün işlərdə. Yemək pişirirsiniz bir yerdə? Pişiririk, evdə yığışdırırıq, uşağa baxırıq, hamısını edirik.